أفغير دين الله يبغون وله أسلم من في السماوات والأرض طوعا وكرها وإليه يرجعون. Bizim arzularımız, istəklərimiz var. Allahdan Azze ve Celle onları həyata keçirilməsini istəyirik. Bu istəklərimizin bir hissəsi bəzən Allahın hikməti ilə gecikir. Mən sizə Peyğəmbərimizin sallallahu aleyhi və səlləm öyrətdiyi yollardan birini öyrədəcəm. Onunla bizim istəklərimizin həyata keçməsi asanlaşacaq. Bəziləri həyata keçəcəkdir. Bu əməl olduqca asandır. O da başqalarına yardım etməkdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir, kim bir kimsəyə çətin işi asanlaşdırarsa, Allah onun üçün dünyanı və axirətini asanlaşdıracaq. Əgər sənin bir çətinliyin varsa, ya xəstən, gecikən bir istəyin varsa və sən də ehtiyacı olan bir kimsənin çətinliyini asanlaşdırarsan, sənin çətinliyini asanlaşdırmağı səlahiyyətli qurum yox, göylərin və yerlərin açarları əlində olan Allah Azze ve Celle öz üzərinə götürür. Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm bu üç kəlməni götür. Kim bir kimsəyə çətin işi asanlaşdırarsa, Allah onun üçün dünyanı və axirətini asanlaşdıracaq. Kim bir kimsənin dünya çətinliyini aradan qaldırarsa, Allah Azze ve Celle onun axirət çətinliyini aradan qaldırar. Bir qul qardaşının köməkliyində durduqca, Allah da onun köməkliyində olar. Bəzi insanlar bu sözləri, çətinliyi asanlaşdırmaq, kömək kəlmələrini eşitdiyi zaman fikirləri maddiyata, pul yardımına gedir. Və bu düz deyil. İş yoldaşınla oturub sənə bir mövzu haqqında danışdığında ona doğru rəy verməyin çətinliyi asanlaşdırmaqdır. Bəlkə də səninlə oturandan sonra qəlbi açıldı və müəyyən qərar qəbul etmək onun üçün asanlaşdı. Beləliklə onun çətinliyini asanlaşdırdın. Məsələn, onunla anası arasında problem var. Sən onunla müzakirə etdin, bəzi rəy və fikirlər və həll yollarını söylədin. Onun çətinliyini aradan qaldırıb, anası ilə arasını islah etdin. Bu zaman öz anana, atana qayıt. Bəlkə onlara etməyə əlacın yox idi. Bu səbəblə çətinliyin asanlaşdı. Bəlkə doğma qardaşın çətinlik və kədər içindədir. Doğma bacın kədər içindədir. Onunla zövcü arasında problemlər var. Otur, onlarla danış, ay qardaşım. Dərdlərini dinlə. Yox, çətinlik deyiriksə, mütləq pul lazımdır, elə deyil. Cəsarətləndirmək, həvəsləndirmək, çətinliyi aradan qaldırmaqdır. Qorumaq, çətinliyi aradan qaldırmaqdır. Sən bir işdə müdürsən, sənin işçilərindən biri xəstədir, psixoloji narahatlığı var. 1-2 gün icazə ver, rahatlasın, özünü müalicə etsin. Bunda nə problem var? İşin bitəcək, göylərmi üzərinə çökəcək? Xüsusən də dürüst və sadiq bir kimsədirsə və buna ehtiyacı varsa. Sözümüzün məqsədi, əzizlərim, əgər ehtiyaclarınızın görülməsini istəyirsinizsə, başqalarını asanlaşdırın. Əziz qardaş və bacılarım, kanalımıza abunə olun, bəyənin, paylaşaraq əzizlərinizi də faydalandırın. Xeyrə yol göstərən həmin xeyri etmiş kimidir. ورؤية وجهه المنزه عن التمثيل والتشبيه كما ترى الشمس في الظهيرة والقمر ليلة